olan düzgün üç bucaklı prizmanın oturacaklarından birinin tərəfindən, digərinin isə orta xəttindən keçən kəsiyin bu prizmadan ayırdığı kiçik fiqurun həcmini tapın. Yəni, gəlin bir çəkib üç bucaq. Oturacağın neydi? Prizmanın oturacağıdır. Gəlin bir dənə üç bucaqlı prizma çəkək. Şey çekim koyayım. Şekil aydın çekeyim ki mesela həll etmək rahat olsun bizim için. Bu üç bucaqlı prizmayı hesab edək ki, belədir. Şekil bir çalışalım var, eyb yox. Deyək ki, hündürlüyü 4'tür. Hündürlüyü 4'tür. Oturacağın tərəfi yox. Oturacağın tərəfi 4'tür. Hündürlüyü 6'dır. Beraber tərəf üç bucaq da oturacaq. Deyək ki, onun bir oturacağın tərəfindən digər oturacağın orta xəttindən keçən kəsiyi. Gəlin çəkək bu kəsiyi. Bax belə. Kəsiyin deyir ki, iki hissəyə ayırır. Görürsünüz, bax bu müstəvi. İki hissəyə ayırır. Deyir ki, ayırdığı kiçik fiqurun həcmini tapın. Təbii ki, oturacağın tərəfləri 4 olduğunu görə kiçik üç bucağın oturacaqları 2 olacaq, düzdür? Buralar 2 olacaq. Bunu edəməklə yaxşı yol neyinə? Gəlin orta xətt boyunca kesək. Yəni, bax, belə çəkək, baxın. Burada nə alacağım? Baxın, bu prizmanı görürsünüz. Oturacağı beraber tərəf bucaq olan prizma aldıq. Gəlin, baxaq. Ümumi prizmanın həcmindən çıxacaq bu balaca prizmanın həcmini. Ümumi tərəfi 4'dür. Oturacağı nə olacaq? A kvadrat kök altda 3/4'dür. Oturacaq idi. Bu üç bucağın sayısı isə oturacaqlar. Bir hesablanır. Düzgün üç bucağın sayısı. İndi böyük prizmada həcm nəyə bərabərdir? Böyük. Bərabərdir. A bizdə nə deyir? 4'dür. 4'ün kvadratı yəni 16 kök 3/4 vurulsun. H neçə idi? 6 idi. O da neçə edir? Getdi qaldı 4. 4 fazla 24 kök 3 düzdür. Bundan çıxırıq balaca prizmanın həcmini. Balaca prizmanın həcmi də V kiçik bərabər tərəfi 2'dir. Görürsünüz 2'dir tərəfləri. Orta xətt olduğuna görə. 2'nin kvadratı 4 kök altında 3/4 vurulsun 6. Yəni 6 kök 3. Sonra neyini çıxırıq? Böyük prizmadan kiçik prizmana çıxırıq. Yəni 24 kök 3'dən çıxırıq 6 kök 3'ü beraber qalır neçə? 18 kök 3. Bu 18 kök 3'ü də bax görürsünüz bu yaşıl hissə yerdə qalan hissəki var bax. 18 kök 3 bax bu hansı rəngliyim ki bunu qəşəng görəsiniz. Bax bu gördüyünüz bax bu fiqur var ha. Bax bu fiqur görürsünüz. Gördüyünüz bax bu fiqurun həcmi 18 kök 2'dir. Düzdür? Kök 3'dür. Bax bu yaşıl hissədir kəsikdə. Onu 2'yə də bölüb. Yəni olacaq nə? 18 kök 3'ü bölüm nəyə? 2'yə. 9 kök 3. Deməli, bax bu hissəki var ha. Bax bu hissəsi. Aid olan, bax bu hissəyə aid olan hissə. Gəlin qəşəng çəkim. Başqa rənglə çəkim qəşəng görəsiniz. Rəng qaldı mı ki? Heç qalmadı. Hansı renk götürün? Bax bu renk götürün. Məsəl üçün. Bax bu gördüğünüz hissəki var. Bax bu gördüğünüz figur. Bak bu gördüğünüz figur. Bak bu oturacaq, bu olan oturacaq değil de birbirine paralel değil zaten. Bak bu gördüğünüz figurun həcmi 9 kök 3'tür. Deməli ümumiyyətlə 24 kök 3'üdür. Düzdür. Ondan çıxırıq 9 kök 3'ü. Biri qalır neçə? 15 kök 3'tür. Biri ayırdığı böyük hissənin. Ayırdığı böyük hissə 15 kök 3'tür. Kiçik hissə 9 kök 3'tür. Bizden soruşur kiçiyi. Kiçiyi de neçə olur? 9 kök 3.